hər vaxtınız xeyir olsun. Biz indi Qobustan Heyvandarlıq Nümayiş Mərkəzindəyik. Biz nə üçün buradayıq? Birazdan görəcəksiniz. Adətən onu mərmər ətli inəklər deyə adlandırırlar. Bəs o inəklər hansılardır? Gəlin, birlikdə tanış olaq. Mərmər əti ilə tanınan Aberdin Angus cinsli inəklər bax bu inəklərdir. Aberdin Angus cinsli inəklərin ta qədimdən vətəni Şotlandiyanın Aberdin vilayəti olub. Daha sonra isə Avropanın bir çox ölkələrində bu cins yetişdirilib və hal-hazırda gördüyünüz Qobustan Heyvandarlıq Nümayiş Kompleksində satışa çıxarılan bu inəklər Estoniyadan gətirilib. Aberdin Angus tipli heyvanlar əsasən Azərbaycan şərqində həm isti həm soyuq iqlimə davamlıdırlar. Bu heyvanlar əsasən ətli istiqamətdə saxlanılır və xəz dərləri qalın olduğuna görə həm tövlə, həm də çöl şəraitində tam uyğunlaşmış heyvanlardır. Bala vermə yüksək səviyyəlidir və bunların süd vermə qabiliyyəti il ərzində 1,5-2 tona qədər olur. Aberdin Angus cinsli inəklərin yağlılıq faizi 6-7% olur. Bütün xəstəliklərə davamlı olur. Bunların bütün tədbirləri demək olar il ərzində aparılmışdır. Əsasən bunlarda Azərbaycana xas xəstələrə leptospiroz, qara yara, çiçək, dabaq, nodülər dermatit tipli xəstələrə qarşı bütün vaksinasiyalar aparılmışdır və tam nəzarətdə saxlanılır. Aberdin Angus cinsli heyvanların boyu qısadır. Eyni zamanda fikir verdikdə ayaq ölçüləri də qısadır. Bu onların həm stasionar şəraitdə yaxşı düzgün şəkildə saxlanılmasına, eyni zamanda açıq şəraitdə isə daha yaxşı yeriməyinə, yem tapmasına gətirib çıxarır. Həm də bir şey də deyim ki, Aberdin Angus cinsli heyvanlar qara və qırmızı rəngdə olurlar. %75%-ə qədər ət məhsuldarlığı bunlarda vardır. Bu heyvanların balalarında 1 illiyə qədər 270-350 kiloqrama qədər ət vermə qabiliyyəti vardır və bunlar 9 ay 1 ilə qədər balalarını tam südlə təmin edirlər. Angus cinsli heyvanların yemləndirilməsi əslində elə də çətin deyil. Belə ki, birbaş heyvanın gündəlik qida rasionu belədir. Qarğıdalı silosu 5 kiloqram, 8 kiloqram yonca otu, 2 kiloqram yarım arpa küləşi, yəni saman, 3 kiloqram isə güvvəli yem. Gün ərzində heyvanları səhər, axşam və gecə ortası yemləndirərək heyvanların yemləndirilməsini bu cür qaydada həyata keçirə bilərsiniz. Buynuzsuz olmağın üstünlüyü həm də ondan ibarətdir ki, adətən buynuzlu heyvanlarda bir-birinə xəsarət yetirmə halları tez-tez baş verir. Lakin bu Aberdin Angus cinsli heyvanlarda bu xüsusiyyət olmur. Eyni zamanda stasionar şəraitdə, bu kimi tövlə şəraitində yemləndirilmə zamanı buynuzlar çox vaxt heyvanın yemləndirilməsinə bax bu dəmirlərə ilişərək mane olur. Hal-hazırda buynuz olmadığı üçün bizim Aberdinlərimiz yaxşı qidalanır. Gördüyünüz bu
inəklər 3 aydan 8 aya qədər boğaz heyvanlardır və 60% dövlət güzəşti ilə fermerlərimizə satılır. Sizə asan ünvanda və yaxın mənzildən Qobustan heyvandarlıq kompleksindən bu inəkləri əldə edə bilərsiniz.